gecə. Gözlərə yaş qondu, üzlərə qəhər, ateş səslərinə oyandı şəhər. Səhər gözlərini açdı bir təhər, yazıldı tarixə bu qanlı gecə. Elə bil göylərdə ildırım çaxdı, məsum ürəkləri yandırıb yaxdı. Xəzər axan qana sakitcə baxdı, yazıldı tarixə bu qanlı gecə. Yatakta yatana silah sıxdılar, qocaya, qadına silah sıxdılar. Yurdumun adına silah sıxdılar, yazıldı tarixə bu qanlı gecə. Şəhidlərin qanı axmadı hədər, o qanlı gecədən alındı bəhər. Üç rəngli bayraqla açıldı səhər, yazıldı tarixə bu qanlı gecə. Hörmətli müəllimlər, əziz şagirdlər, bu gün biz Azərbaycan tarixinin ən ağıllı, eyni zamanda ən şərəfli günlərindən biri olan 20 yanvar faciəsini yad etmək üçün bir araya gəlmişik. Bu sadəcə bir tarix deyil. 20 yanvar faciəsi xalqımızın qanla yazdığı qəhrəmanlıq sərnaməsi. Güneş göldən gecə itmə, qərib ellərlə isitmə, şəhidimdən uzaq getmə, bilirsən ki, şəhidim var. Ana vətəndir bundağı, qoy rahat olsun torpağı, cənnətdir şəhid yatağı, Azərbaycan şəhidim var. Dəfn edib yaradıldı şəhidlər xiyabanı, bu gün qara geyinib, qara bağlayır hamı, yazılıbdır həmən yeni sevgi dastanı. Unutmaq olarmı heç fərizə ilə ilhamı, sevgi gülü qərənfil, döndü şəhid gülünə, sanki o al rəngini alıb öz qanımızdan. Ötsə də üzərindən xeyli illər, fəsillər, qanlı 20 yanvar çıxmaz yaddaşımızdan. Yatır xiyabanda yüzlərlə şəhid, ağla şəhidlərə ağla qərənfil. Bir qan yaddaşıdır 20 yanvar, ağla şəhidlərə ağla qərənfil. Qanlı tarix oldu bu matəm bizə, şəhidlər silahsız tankla üz-üzə, günahsız qurbandı ilham hərizə, ağla şəhidlərə ağla qərənfil. Vətən torpağına qurbandı şəhid, qeyrətli, namuslu, vicdandı şəhid. Tarixə yazılan dastandı şəhid, ağla şəhidlərə ağla qərənfil. 1990-cı ilin yanvarın 19-undan 20-sinə keçən gecə Bakı şəhəri tank səsləri ilə oyandı. Küçələrdə qorxu, evlərdə dua vardı. O gecə günahsız insanlar cümləyə tuş gəldi. 20 yanvar gecəsi. Şəhər yatmamışdı əslində. Sadəcə hamı qorxunu içində saxlayırdı. Qatil gülləsilər qurban gedirkən gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla vətən torpağına çəkdi şəhidlər. Zalim ölünməsin zülümlərilə, min bir böhtanıyla, min bir şərilə. Həqiqət uğrunda ölümlərilə, ölüm imkanına çəkdi şəhidlər. Bəli, o gecə heç kim yatmamışdı. Çünki hamı azadlıq istəyirdi. Əllərində bayraq, ürəklərində vətən sevgisi olan gənclər tankların qarşısına çıxdılar. Gənclər şəhid oldu, arzular yarımçıq qaldı. Onlar yaşamaq istəyirdilər, amma vətəni yaşatmaq üçün canlarından gizləyir. Tarixi yaşadık diləyimizdə, bir yumruğa döndük o gecə bizdə. Yıxıb çöləyi ürəyimizdə, cəsarət mülkünü tikdi şəhidlər. Onlar tutulan haqqı dindirər, qardı torpağı qiymətləndirər. Donan vicdanları qeyrətləndirər, ah el qeyrəti çəkdi şəhidlər.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.